Paytaxtın Xəzər rayonunda bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinin icrasına başlanıldı. Rayonda hazırlıq işləri çərçivəsində ilk növbədə 400-dən çox konteyner meydançası yaradılıb. Bu meydançalara ilkin mərhələdə 2500 ədəd yaşıl və narıncı rənglərdə yeni, müasir konteynerlər quraşdırılıb və əraziyə cavabdeh şəxslər təyin olunub. Sakinlərin maarifləndirilməsinə xüsusi diqqət ayrılan bu layihə çərçivəsində Xəzər rayonunun məhəllə və həyətlərində, qəsəbələrində görüşlər keçirilir. Bu işlərə Bakı şəhər və Xəzər rayon icra hakimiyyətlərinin rəhbər işçiləri, bələdiyyə və təsərrüfat xidmətlərinin işçiləri, gənclər və könüllülər cəlb edilib. Bakı şəhər icra hakimiyyəti və regional inkişaf ictimai birliyi arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən ictimai birliyin könüllüləri maarifləndirmə işlərinə yaxından dəstək verirlər. Layihənin vətəndaşlara izahı məqsədi ilə müvafiq qurumların əməkdaşları və könüllülər sakinlərlə görüşür, mənzillərə yaşıl və narıncı rəngli paketlər, izah edici bukletlər paylayır, məhəllələrdə və binaların bloklarında maarifləndirici posterlər yapışdırırlar. Cənab Prezidentin diqqət və qayğısı nəticəsində son illərdə kommunal xidmətlərin maddi-texniki bazası xeyli möhkəmlənib. Kommunal sahədə həyata keçirilən tədbirlər nəticəsində paytaxtımız çox təmiz və abad şəhərə çevrilib. Son 6 ildir ki, tullantıların çeşidlənməsi layihəsi Bakıda 9 rayonda uğurla davam edir. Yaxın günlərdə 10-cu Xəzər rayonunda tullantılar çeşidlənməsi layihəsinə start veriləcək. Bununla bağlı artıq maarifləndirmə və hazırlıq işləri başlanılıb. Qeyd edək ki, ölkə başçısının kommunal sahədə islahatlarının genişləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq layihə artıq 6 ildir ki, Bakı şəhər icra hakimiyyəti tərəfindən keçirilir. Nərimanov rayonunda icrasına başlanılan layihənin həyata keçirilməsində əldə edilən müsbət nəticələr əsasında mərhələli şəkildə paytaxtın daha 8 rayonu, Nizami, Nəsimi, Yasamal, Xətai, Pirallahı, Suraxanı, Binəqədi və Səbail rayonları da bu işlərə qoşulub. Xatırladaq ki, layihənin həyata keçirilməsi üçün ölkə başçısının ayırdığı maliyyə vəsait hesabına Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən 164 ədəd yeni avtonəqliyyat vasitələri və mexanizmləri alınaraq xidmətlərin istifadəsinə verilib və bu proses davam etdirilir.